Adi soyuq dəymə çox kəskin olmur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi var ki, tənəffüs sistemi xəstəliklərindən ən çox rast gəlinən xəstəliklərdən biridir. Genetik amillər də rol oynayır. Tənəffüs sistemi xəstəliklərinin yaranmasında temperaturun yüksəlməsi, nəfəs darlığının olması, hərəkət zamanı nəfəs darlığının, yəni təngi nəfəsin daha da çox artması ilə müşahidə oluna bilər. Hava çirkliyi günümüzdə ən mühüm rol oynayır ağciyər xəstəliklərinin yaranmasında. Siqaret çəkməyə başlayanlarda ilk mərhələdə zəif simptomlar özünü büruzə verir. Qapalı məkanlarda əyləşən insanlar siqaret çəkdikləri zaman ətrafda əyləşən insanlar passiv tüstüyə məruz qalırlar. Birləşmiş Ştatlarda aparılan beynəlxalq tədqiqatın nəticələrinə əsasən yeni nəsil süni mədə-altı vəz sistemi birinci tip diabetli xəstələrdə qanda şəkərin səviyyəsini avtomatik tənzimləməklə yüksək effektivlik nümayiş etdirib. Qurğu davamlı qlükoza sensoru və insulin nasosunu xüsusi alqoritmlə birləşdirərək insulin dozasını istifadəçinin müdaxiləsi olmadan hesablayır. Mütəxəssislərin fikrincə bu texnologiya şəkərin kəskin enib qalxması riskini azaldır və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Avropa alimləri böyrəklərdə yaranan erkən dəyişiklikləri kontrast maddə istifadə etmədən göstərən yeni maqnit rezonans tomoqrafiyası üsulunu təqdim ediblər. Tədqiqat göstərib ki, bu metod xroniki böyrək xəstəliklərinin ilkin əlamətlərini ənənəvi müayinələrdən daha tez müəyyən edə bilir. Alimlər hesab edirlər ki, yeni texnologiya erkən diaqnostika və vaxtında müalicəyə başlamaq baxımından mühüm əhəmiyyət daşıyacaq. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Siz Bakumedi izləyirsiniz. Bakumedin bu dəfəki buraxılışında biz tənəffüs yolları xəstəliklərindən danışacağıq. Tənəffüs yolları xəstəlikləri dedikdə nə başa düşülür? Bu mövzu ilə bağlı sizi maraqlandıran və narahat edən bütün suallara studiyamızın qonağı həkim pulmonoloq Tükyazban Novruzova ilə aydınlıq gətirməyə çalışacağıq. Tükyazban xanım, xoş gördük sizi, xoş gəlmisiniz. Xoş gününüz olsun, çox sağ olun dəvətiniz üçün. Təşəkkürlər. Buyurun. Tükyazban xanım, tənəffüs yolları xəstəlikləri haqqında ümumi olaraq nə deyə bilərsiniz? Belə deyək, tənəffüs sistemi xəstəlikləri əsasən bir neçə qrupa bölünür. Bunlardan bu bölgü əsasən həkimlərin həm müayinələrdə, həm də müalicələrdə çox gərəklidir. İnfeksion və qeyri-infeksion olmaqla iki yerə bölünürlər. Qeyri-infeksion xəstəliklər virus və bakteriyalar tərəfindən törədilir. Belə ki, bunlara qripi, pnevmoniyanı, bronkitləri, son zamanlar rast gəldiyimiz COVID-19-u misal göstərmək olar. Və belə xəstəliklər ağır gedişli olur bəzi hallarda. Lakin qeyri-infeksion xəstəliklərdən isə asmanı, ağciyərlərin xroniki obstruktiv xəstəliyini, ağciyər xərçəngini misal göstərmək olar. Bunlar ətraf mühitin amilləri təsirindən yarana bilər və genetik rol oynayır burada. Əsas rollardan biri də genetikadır. Tənəffüs sistemi xəstəliklərində kəskin və xroniki olmaqla iki yerə bölünürlər. Kəskin xəstəliklər bəzən ağır gedişli olur. Xroniki müəyyən zaman müddətində kəskinləşmə dövrləri olur. Bu bölgü daha əvvəldə də qeyd etdiyim kimi həkimlərə çox gərəklidir ki, müalicə taktikasının seçilməsində. Doktor, bəs ən çox rast gəlinən tənəffüs yolları xəstəlikləri hansılardır? Belə ki, ən çox rast gəlinən tənəffüs sistemi xəstəlikləri bir neçəsidir. Bunlardan adi soyuq dəyməni, qripi, bronkiti, pnevmoniyanı, bundan başqa daha öncəki sualda qeyd etdiyim kimi ağciyərin xroniki obstruktiv xəstəliyini, asmaları göstərmək olar. Adi soyuq dəymə çox kəskin olmur, yəni ki, yüngül simptomlarla özünü büruzə verdiyi halda, qrip isə viruslar tərəfindən törədilir, bəzən ağır gedişli ola bilir. Bronkit bronxların iltihabı xəstəliyidir. Pnevmoniya isə daha ağır gedişli olur və ağciyərlərin iltihabı xəstəliyi kimi qeydə alınır. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi var ki, tənəffüs sistemi xəstəliklərindən ən çox rast gəlinən xəstəliklərdən biridir. Doktor, bəs tənəffüs sistemi xəstəliklərinin əsas yaranma səbəbləri nədir? Tənəffüs sistemi xəstəliklərinin əsas yaranma səbəbləri viruslar, bakteriyalardır. Yəni virus və bakteriyalar tərəfindən törədilir. Bundan başqa ətraf mühitin amilləridir.
məsələn, toz hissəcikləridir, zərərli qazlardır, kimyəvi maddələrdir, siqaret tüstüsüdür. Bu aktiv istifadə edənlər və passiv siqaret tüstüsünə məruz qalanlarda da görünür. Daha sonra genetik amillər də rol oynayır tənəffüs sistemi xəstəliklərinin yaranmasında. Bu zaman xəstələrdə öskürəklər, ilk öncə öskürəklə müşahidə olunur. Temperaturun yüksəlməsi, nəfəs darlığının olması, hərəkət zamanı nəfəs darlığının, yəni təngi nəfəsinin daha da çox artması ilə müşahidə oluna bilir. Doktor, siz tənəffüs yolları xəstəliklərinin yaranma səbəbi kimi həm də hava çirkliliyini də qeyd etdiniz. Hava çirkliliyi ağciyər sağlamlığına konkret olaraq necə təsir edir? Hava çirkliliyi günümüzdə ən mühüm rol oynayır ağciyər xəstəliklərinin yaranmasında. Belə ki, havada olan toz dənəcikləri, zərərli qazlar birbaşa tənəffüs sistemi orqanlarına daxil olaraq bronxlarda, ağciyərlərdə iltihabı prosesi əmələ gətirir. Bu zaman xəstələrdə bəzən ilk başlarda quru öskürək, daha sonra bəlğəmli öskürək, daha sonra isə təngi nəfəsliklə müşahidə oluna bilər. Bəzən xəstələr müraciət eləyir ki, biz çirkli havadan sonra tənəffüsümüzdə narahatçılıq yaranıb, yəni nəfəs alıb vermədə bizdə narahatçılıqdır. Nəfəs alanda rahat nəfəs alırıq, lakin nəfəs çıxaran zaman bizdə çətinlik olur. Bu da ətraf mühitdə, havada olan toz dənəciklərinin hesabınadır. Bu halda biz xəstələrə məsləhət görürük ki, tozlu hava şəraitində yaxşı olardı ki, ev şəraitində qalsınlar. Yəni bu zaman əgər həkimə müraciət etmişlərsə, bu klinik simptomları varsa müayinədən keçib müalicə olunmaq məsləhətdir. Doktor, siqaret çəkməyin tənəffüs sisteminə zərəri hər kəsə məlumdur. Amma hansı mərhələdə, neçə müddətdən sonra zərərləri artıq özünü göstərməyə başlayır? Təbii ki, siqaret çəkmək yalnız tənəffüs sistemi xəstəliklərinə deyil, digər orqanlara da ziyandır, belə desək. Amma ilk başlıca zərəri tənəffüs sistemi orqanlarınadır. Siqaret çəkməyə başlayanlarda ilk mərhələdə zəif simptomlar özünü büruzə verir. Zəif simptomlar dediyim quru öskürəkdir, nisbətən az rast gəlinən təngi nəfəslikdir. Amma getdikcə, yəni uzun müddət siqaret çəkənlərdə xəstədə deməli quru öskürək bəlğəmli öskürəyə keçə bilir. Orta mərhələdə xəstələrdə təngi nəfəslik əmələ gəlir. Hərəkət zamanı daha çox müşahidə olunur. Amma zaman ötdükcə daha ağır hallarda biz müşahidə edirik. Xəstələr qeyd edirlər ki, sakit oturaq vəziyyətdə də onlarda təngi nəfəslik qeyd olunur. Bu da uzun müddət siqaret çəkənlərdə daha çox rast gəlinir və uzun müddət siqaret çəkən şəxslərdə biz təcrübəmizdə çox rast gəlirik ki, həmin şəxslərdə ağciyərin xroniki obstruktiv xəstəliyi əmələ gəlir və müraciət edən şəxslər həm müalicə götürüb, o zaman biz görürük ki, xəstələrdə yaxşılığa doğru inkişaf çoxdur. Bir məsələni də qeyd edim, siqaret çəkən şəxslərdə ağciyərlərdə belə deyim, nəfəs alma çox rahat, nəfəs vermədə çətinlik çəkib. Bu da ağciyərlərin elastikliğini itirməsinin səbəbi nədir? Yəni ki, məsləhətimiz bir həkim olaraq və həkimlər olaraq siqaretdən uzaq durmaqdır. Doktor, bəs passiv siqaret tüstüsü nə dərəcədə təhlükəlidir? Passiv siqaret tüstüsü dedikdə, siqaret çəkən şəxslə eyni mühitdə siqaret tüstüsünə məruz qalan şəxs hesab olunur. Həmin siqaret tüstüsü həmin şəxsin tənəffüs sistemi orqanlarına, tənəffüs yollarına daxil olaraq bronxlarda, ağciyərlərdə xəstəliklərin, ağciyər xəstəliklərinin inkişaf etməsinə səbəb yaradır. Bu vəziyyətlə çox zaman qapalı məkanlarda qarşılaşırıq. Bəli, qapalı məkanlarda əyləşən insanlar siqaret çəkdikləri zaman ətrafda əyləşən insanlar passiv tüstüyə məruz qalırlar və bəlkə də onlar onu hiss etmirlər zərərlərini, amma qeyd etmək lazımdır ki, xəstənin özü siqaret çəkmir, lakin bizə müraciət eləyəndə doktor təngi nəfəslikdən, öskürəkdən mən əziyyət çəkirəm. Ev şəraitində ailə üzvümdən kimsə siqaret çəkdiyi halda mən həmin passiv siqaret tüstüsünə məruz qalmışam. Və biz ona başa salırıq ki, o sənə çox ziyandır və həmin mühitdən uzaq durmağı məsləhət görürük. Doktor, istərdim biraz da bronxial asma ilə bağlı danışaq. Bronxial asma ilə allergiya arasında bir əlaqə varmı?
Bronkial asma ilə allergiya arasında əlaqə var, təbii ki, əlaqə var. Allergiya, belə deyim də, allergenlər tərəfindən törədilir. Uzun müddət allergiyası olan bir şəxs müalicə olunmasa bronkial asmaya çevrilə bilər. Bu səbəbdən xəstələr ilk başda müraciət edəndə qeyd edirlər ki, doktor, bizdə qıcıqlanma tipli öskürək, quru öskürəklər müşahidə olunur və qeyd edirlər ki, tozlu mühitdə hər hansı bir kimyəvi maddə ilə işləyəndə məndə bu öskürəklər daha da kəskinləşir. Və mütləqdir ki, xəstələr həmin müddətdə, kəskinləşmə dövründə həkimə müraciət etsinlər və həkimə müraciət zamanı xəstənin müalicəsi təyin olunur. Belə bir hallar da olur ki, xəstə həmin müddətdə müraciət etmədikcə və uzun müddət keçdikdən sonra xəstəlik bronkial asmaya çevrilə bilər. Bronkial asmaya çevrilə bilər. Burada bronxların daralması ilə müşahidə olunur. Xəstələrdə təngi nəfəslik, quru öskürək, bəzi hallarda xəstələr qeyd edir ki, doktor, bəlğəmli öskürək də müşahidə olunur məndə və bu situasiyada təngi nəfəslik. Belə deyim, yüngül gedişatlı olduqda sağalan bir proses ola bilir. Lakin xəstələr gecikmiş zaman müraciət etdikdə həkimə geri dönməz bir proses olur. Sadəcə olaraq müalicə dövründə sakitləşmə dövrü, müalicə zamanı sakitləşmə dövrü əldə olunur. Xəstələrdə bronkial asmada daimi istifadə etdikləri dərmanlar olur xəstələrin. Doktor, bəs asma tutması zamanı ilk yardım necə olmalıdır? Bu çox önəmlidir, asma tutması zamanı. Belə ki, asma zamanı xəstədə nəfəs darlığı əmələ gəlir. Xəstə sanki hiss edir, boğulma hissi yaranır onda və xəstəni sakit bir vəziyyətdə əyləşdirmək lazımdır. Yəni, xəstənin ətrafında çoxlu adam olmamalıdır və xəstənin paltarları rahatlaşmalıdır. Təbii ki, asma xəstəsi olanların çox halda inhalyatorları var, istifadə etdiyi inhalyatorları var. Əgər xəstənin yanındadırsa, onu istifadə etmək lazımdır. Yəni, istifadə etdikdən sonra xəstədə rahatlama baş verir. Əgər xəstədə rahatlama baş verməzsə, mütləqdir ki, təcili tibbi yardım çağırılmalıdır. Təcili tibbi yardım ilk yardımını göstərməlidir. Mən belə düşünürəm ki, asmalı xəstələri daim özlərinin yanında inhalyatorlarını gəzdirməlidirlər. Yəni, o tutmalar hər bir zaman baş verə bilər. Bəs ümumiyyətlə tam sağalan xəstəlikdirmi asma? Asma xəstəliyi, belə deyim, tam sağalan gedişatından asılı olaraq, yəni ilk başda müraciət olunarsa, tam sağalan ola bilər. Yəni, klinik simptomlara əsasən, müayinələrin nəticələrinə əsasən baxıb, xəstənin vəziyyətinə, xəstənin immun statusuna, xəstənin yaşına görə bunlar hamısı nəzərə alınmalıdır. Tam sağalan olmayan bir prosesdə olanda biz müəyyən dövrdə sakitləşmə dövrü əldə edirik, remisiya dövrü deyirik. Bu dövrdə xəstə tam sakit vəziyyətdə öz daimi dərmanlarını istifadə edə bilir. Tükyazban xanım, bəs xroniki obstruktiv ağciyər xəstəliyi nədir və kimlər risk altındadır? Ağciyərlərin xroniki obstruktiv xəstəliyi əsas tənəffüs sistemi xəstəliklərindən biridir. Belə ki, ağciyərlərin xroniki obstruktiv xəstəliyi əsasən siqaret çəkənlərdə daha çox rast gəlinir. Bundan başqa, bəzən irsi xəstəlikləri olan, ağciyərlərin irsi xəstəlikləri olan şəxslər var ki, onlarda da rast gəlinir. Bronxlarda daralma, ağciyərlərdə iltihab, öskürəklə, təngi nəfəsliklə rast gəlinir. Yəni, ilk başlarda xəstədə yüngül təngi nəfəslik müşahidə olunarsa, xəstə mütləq həkimə müraciət etməlidir və bu zaman müayinələrdən keçirilməlidir. Ağciyər xroniki obstruktiv xəstəliyin diaqnozunda müəyyən instrumental müayinələr rol oynayır. Bunlardan məsələn rentgeni, spirometriyanı qeyd etmək olar ki, bu müayinələrdən mütləqdir ki, xəstələr keçirilsin və keçirilir. Həkimlər bu müayinə, instrumental müayinənin və laborator müayinələrin nəticəsində diaqnoz qoyulur. Bu xəstəlik tam sağalmayan ola bilər. Çünki belə deyim də, xəstələr bəzən gecikmiş stadiyada bizə müraciət, gecikmiş mərhələdə bizə müraciət edirlər. Tam sağalmayan ola bilər, amma yəni kəskinləşmə dövrünü də aradan qaldırmaq olar.
Tükəzban xanım, bəs pnevmoniya hansı əlamətlərlə özünü göstərir? Pnevmoniyalar ağciyərlərin iltihabı xəstəliyidir. Bunlar deməli iki qrupa, virus və bakterial pnevmoniyalar olmaqla iki qrupa bölünür. Virus pnevmoniyalar törədicisi viruslardır. Bunlar nisbətən yüngül olur, çox ağır olmur. Bu gedişatda klinik simptomlarda öskürək müşahidə olunur, təngi nəfəslik müşahidə olunur. Temperatur bəzi hallarda müşahidə oluna da bilər, olunmaya da bilər. Amma bakterial pnevmoniya daha ağır gedişli ola bilər. Bakteriyalar tərəfindən törədilir. Xəstələrdə bəlğəmli öskürək, xəstələrdə yüksək temperatur, halsızlıq, iştahsızlıq müşahidə oluna bilər. Müalicə taktikasında da fərqlənir. Belə ki, virus pnevmoniyalarında belə deyək, antibiotik terapiya seçim olmur. Lakin bakterial pnevmoniyalarda antibiotik seçimdir, antibiotik terapiya seçimdir. Bu səbəbdəndir ki, pnevmoniyanın törədicisini bilmək mütləqdir ki, müalicə taktikasında. Və ağır gedişli pnevmoniyalarda ümumiyyətlə xəstələrə ev şəraitində müalicə təyin olunur. Yəni xəstələrin belə deyək, əmək qabiliyyəti aşağı düşür, həyat fəaliyyəti aşağı düşür. Ona görə xəstələrə məsləhətdir ev şəraitində müalicə alsınlar. Doktor, bəs immunitetin zəifləməsi tənəffüs sistemi xəstəliklərinə necə təsir edir? İmmunitetin zəifləməsi tənəffüs sistemi xəstəliklərinə birbaşa təsir edə bilir. Belə ki, immun sistemi zəiflədikdə biz hər hansı bir xəstə şəxslə də təmasda olduğumuz zaman və yaxud belə deyim, hər hansı zərərli maddələrlə, kimyəvi maddələrlə, çirkli hava ilə təmasda olduğumuz zaman birbaşa həmin zərərli maddələr bizim nəfəs yollarımıza daxil olur və nəfəs yollarımızda, həm bronxlarımızda, həm ağciyərlərimizdə iltihab törədir. Zəif immunitet zamanı digər klinik simptomlar baş qaldırır. Ümumiyyətlə, mən bunu qeyd etmək istəyərdim ki, zəif immunitet nəinki tənəffüs yollarına, digər xəstəliklərə də yol aça bilər. Bu səbəbdəndir insanlara məsləhətimiz bir həkimlər olaraq immun sistemini gücləndirmək üçün düzgün qidalanma, düzgün yuxu rejimi, təmiz hava, fiziki aktivlik, yəni idmanla məşğul olmaq daim lazımdır. Doktor, bax, yay aylarını yaşayırıq, havalar isti keçir, kondisionerdən istifadə edirik. Kondisionerdən istifadə etmək tənəffüs sisteminə nə dərəcədə zərərlidir? Kondisionerin, belə deyim, istifadəsi zamanı kondisionerin içində filtrlər var. O filtrlər vaxtında təmizlənməzsə, orada toz hissəcikləri yığılır və həmin toz hissəciklərlə biz nəfəs aldıqda bizim nəfəs yollarımıza daxil olur. Bundan başqa həmin filtrlərdə kif göbələkləri yığıla bilər və biz həmin hava ilə nəfəs aldıqda yenə nəfəs yollarımıza zərərli maddələr daxil olur və nəfəs yollarımızda iltihabi proseslər törədə bilər. Kondisionerin digər bir zərəri isə isti mühitdən birbaşa kondisioner işlək olan bir mühitə daxil olduğumuz zaman həmin hava bizim nəfəs yollarımıza ziyandır. Daxil olaraq nəfəs yollarımızda müəyyən bir problemlər törədir. Doktor, bəs hazırda diaqnostika üçün hansı müasir üsullardan istifadə olunur? Müasir dövrdə bizim tənəffüs sistemi xəstəliklərinin diaqnostika üçün demək olar ki, bütün müasir üsullar var. Bunlardan rentgen, spirometriya, kompüter tomoqrafiyanı misal göstərmək olar. Və son olaraq, doktor, sağlam tənəffüs sistemi üçün gündəlik həyatımızda nələri dəyişməliyik? Sağlam tənəffüs sistemi üçün biz hər qəbul etdiyimiz xəstəyə öz məsləhətlərimizi veririk. Belə ki, immun sistemini güclü saxlamaq, təmiz hava ilə nəfəs almaq, idmanla məşğul olmaq, yəni ilk başda da qeyd etdiyim kimi siqaretdən uzaq durmaq, zərərli vərdişlərdən uzaq durmaq, yəni tənəffüs sisteminin tam sağlamlığı üçün bu qeyd etdiklərimizə əməl olunmalıdır. Doktor, sizə təşəkkür edirik studiyamıza gəldiyiniz üçün. Mən sizə təşəkkür edirəm dəvətiniz üçün. Buyurun.
Belə hörmətli tamaşaçılar, bizə ayrılan vaxt burada sona çatdı. Bakumedin bu dəfəki buraxılışında biz tənəffüs sistemi xəstəliklərindən danışdıq. Studiyamızın qonağı isə həkim pulmonoloq Tükəzban Novruzova idi. Biz sizlə yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.